Cavab eləyəcəm. Biz qeyd etdik ki, turizm dünyada milyonlarla insanı iş verən nədir? Nəhəng bir sahədir. Yəni hazırda bu sahədə neçə milyondan çox insan çalışır dedik? 300 milyon. Ay sağ ol. Bu da dünyanın hər 16 işləyən 16. adamın düzdür birinin turizmlə bağlı olduğu deməkdir. Schengen sazişi haqqında danış görün mənə razılaşması haqqında. Harda neçənci ildə olmuşdu? 85'te. Harda həyata keçirilmişdi? Lüksemburg. Aha. Yəni bu sazləşmə sayəsində nə oldu? Gömrük ləğv olundu. Ay sağ ol. Bir çox ölkələr, yəni Avropa ölkələri arasında sərhəd nəzarəti yox oldu. Düzdür? Hə. Deməli, burada danış görək mənə. Turizmin başda deyə buradan oxumağa, hazırda turizm sahəsi çalışanları oxu, sonra sual cavab edeyim sizə. Hazırda dünyada bu sahədə çalışanların sayı 300 milyon nəfərdən çoxdur. Bu isə dünyanın iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərdən biri deməkdir. Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır. İstirahət edənlərin nəqliyyatla daşınması, mehmanxanalarda yerləşdirilməsi, qidalandırılması, onlar üçün əyləncələrin və ekskursiya turlarının təşkili, suvenir istehsalı və sair sahələrdə bilavasitə turizmə xidmət edir. Turizm və səyahətlər əsasən turizm şirkətləri tərəfindən təşkil olunur. Müəssisələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni müştəri axını qazanırlar. Bu proses müxtəlif reklam və sərgilər vasitəsilə həyata keçirilir. Hı hı. Elektron vasitələr, televiziya kanalları və internet vasitəsilə turizm təbliği genişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala malikdir. Turizmin növləri çoxdur. Təbii ekoloji turizm, dini turizm, tarixi turizm, ticari turizmi və s. Buna baxmayaraq, turizm şirkətləri ildən ilə bu sahələrə daha yenilərini əlavə edir. Turizm sənayesindəki yeni istiqamət yerli ənənələrinə sadiq qalmış regionlar üçün səciyyəvidir. Yüksək göstəricilərə malik ölkələrlə yanaşı, nisbətən inkişafdan geri qalmış, xidmət şəraiti zəif olan regionlara da maraq artmışdır. Nepal, Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali, Nigeriya, Əfqanistan, Car, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsa da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane olur. Hı. Ölkələrin yalnız turizmdən asılı olaraq inkişafı məqsədə uyğun deyil. Çünki baş verən hər hansı hadisə ilk növbədə turizm sahəsində mənfi təsir edir. Turizm Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan dövləti turizm sahəsinin iqtisadiyyatın qeyri-neft sektoru üzrə mühüm sahə elan etmişdir. Ay sağ ol. Davamını da oxuyaq. Turizmin inkişafı üçün ölkə zəngin təbii sərvətlərə, cəlbedici turizm landşaftına, rəngarəng iqlimə, bədii tarixi mədəni irsə, adət-ənənəyə, milli mətbəxə, milli musiqiyə malikdir. Ay sağ ol, düzdür. Yəni mən də görüm. Dedik ki, turizm biz nəyə görə dedik ki, tüstüsüz sənayedir? Yəni çünki deyəcəksən ki, turizm sənaye sahələri kimi ətraf mühiti nəmir? Gücləndirir. Çirkləndirmədən ölkə iqtisadiyyatına böyük gəlir gətirir. İş yerləri yaradır. Düzdürmü? Hansı ölkələrdə daha çox turist qəbul edən ölkələr siyahısındadır? Hansı ölkələr daha çox turist qəbul edir? Nepal, Pakistan, inkişaf etmiş ölkələr. Türkiyə, İspaniya, Yunanistan, İtaliya kimi ölkələr daha çox turist qəbul edir. Turist gəlirləri dünyada hansı sahələrdən sonra üçüncü dedik? Neft, maşın sənayesindən sonra. Neft, bəli, ticarətdən və avtomobil satışından sonra düzdür. İnsanlar səyahət etmək üçün niyə sabit iqtisadiyyatı olan ölkələri seçdi? Daha rahat
Çünki belə ölkələrdə xidmət səviyyəsi dedik necə olur? Yüksək olur. Yüksək. Bəli, nəqliyyat və otelləri daha rahat olur. Düzdür. De görüm mənə. Dünyada iqtisadi cəhətdən fəal əhali neçə nəfərlə bir turizm sahəsində çalışır? 16 nəfərdən biri. Hər 16 nəfərdən biri. Schengen vizası turistlərə və regiona nə qazandırır dedik? Sərhədsiz gömrük. Bəli, yəni turistlər sərhəd nəzarəti olmadan sərbəst hərəkət imkanı verir və regiona isə xeyli gəlir gətirirdi. Düzdür. Turizm hansı növləri var idi? Dini, ekoloji, Bəli, tarixi. təbii, ekoloji, dini, tarixi, ticarət, düzdürmü? Efiopiyada, Somaliyada, Əfqanistan kimi ölkələrdə turizm imkanları böyük olsa da, inkişafa mane olan əsas səbəblər nə idi? Zəif region. Siyasi sabitlik Ta- yox idi də orada. Düzdür. Bəli. Turizmin təbliğində hansı müasir üsullardan istifadə olunurdu? Reklam. Marketinq. Elektron vasitələrdən, bəli, televiziya kanallarından, internetlərdən, elektron marketinq üsullarından, düzdür. De görün mənə, biz dedik ki, SS mərkəzləri harda idi? Baxın burada. SS mərkəzləri. Türkiyədə Antalya, Misir, İspaniya, Yunanistan, Maldiv adaları kimi ölkələrdə, yəni dəniz, günəş, qum turizm mərkəzləri hesab olunurdu. Azərbaycanda harda inkişaf edə bilər səncə SS və el turizmləri? Hə, Ülkər? Belə Bakıda. Bakının dəniz sahili Nabranda, Abşeronda, bir də Lənkəran ərazisində. Bəs el turizmi? Landşaf öyrənmə, asudə vaxtı məhdud sayı ifadə edən harda inkişaf edə bilər turizm sahəsi? Bax, Qubaqsu. Şəkidə, Qəbələdə, Qubada, düzü Şuşa kimi tarixi və təbiəti zəngin olan rayonlarımızda. De görün mənə. El turizmində limit nə deməkdir və nə üçün lazımdır? Necə? El formundakı limit nə deməkdir və nə üçün lazımdır? Tənzimləmək. Limit yəni turist sayını bəli məhdudlaşdırmaq deməkdir. Yəni bu təbiətin və tarixi abidələrin turist axını tərəfindən zərər görməsini qarşısını almaq üçün lazım idi, düzdürmü? Əsas turizmlə dedikdə nə başa düşürsən? Dəniz, günəş, qum. Hə? Dəniz, Dəniz. günəş, qum. Düzdür. Çimərlik turizmidir də. Ölkəyə gələn turistlərin sayını artırmaq üçün nə etmək lazımdır? Daha yaxşı imkanlar yaratmaq. Xidmət keyfiyyətlərini artırmaq, qiymətləri münasib etmək, bir də ölkənin tarixi yerlərini dünyada daha çox reklam etmək, bir də yeni əyləncə mərkəzləri qurmaq lazımdır. Düzdür? Bəli. Azərbaycanda turizm inkişafı üçün hansı təbii imkanlar var? Zəngin təbii sərvət var, müxtəlif iqlim tipləri var, dəniz sahili və dağlıq ərazilərimiz var. Düzdür? Aydındır? Bəli. Hı -hı. Deməli, burada bu şəkil, bu xəritə haqqında sənin nə fikir formalaşdı? Xəritə haqqında. Xəritəni təhlil edə bilərsən? Mənə də. Məsəl üçün, xəritədə nə əks olunub? Turistlərin daha çox getdiyi ölkələr. Ay, sağ ol. Ən yüksək olan ölkələr hansılardır? ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri. Ay, sağ ol, düzdür. Ee, Bəs ən aşağı olanlar hansılardır? Iı, orada qalmış ölkələr şey. Tunisdə o yoxsa? Tunis, sonra.
Yəni bir sözdən Başqa Afrika ölkələr. ölkələri daha çox zəif inkişaf edib, düzdürmü? Bəli. Mən də görüm. Azərbaycanda dedik ki, strateji yol xəritləri niyə yəni strateji yol xəritələrini danışdıq, düzdürmü bəyəxlərim? Strateji yol xəritələrində əsas məqsəd nə idi? Deməli, strateji yol xəritəsinin əsas məqsəd nə idi? Turistlərin cəlb olunması, Necə? turistlərin cəlb olunması, Uşaqlar, baxın, Azərbaycanda deyəcəksiniz ki, strateji yol xəritələrinin əsas məqsəd nədir? Turistlərin cəlb olunması deyirsən. Başqa nə deyə bilərsiniz? Azərbaycan iqtisadiyyatını gücləndirmək. Burada əsas məqsəd turistlərin cəlb olunması deyildi. Neft gəlirlərinin asılılığı aradan qaldırmaq. Yəni təkcə neft üzrə inkişaf etdirmək deyildi. Başa düşürsünüz nə demək istəyirəm? Yəni burada əsas məqsəd yalnız neftə yönəlməyin olmaması idi. Bildinizmi? Deməli, Şengen zonasına daxil olan Avropa ölkələrində dedik ki, turistlərin sərbəst hərəkət etməsinə nə yaradıldı? Şərait yaradılmışdı, düzdür? Niyə bəzi ölkələrdə turizm inkişaf etmirdi? siyasi cəhətdən sabit deyildi, Artıq iqtisadiyyatı zəif siyasi idi. sabitlik yox idi, düzdür. Azərbaycan iqtisadiyyatının mərhələlərini say görün mənə. 2002 agrar sənaye, sonra zavod Birinci nəyi mərhələ. 1900-ə qədər. O nə sənayesi idi? Aqrar sənaye, düzdür. Dedik ki, birinci mərhələmiz 1900-cü ildən, yəni ki, 1900-cü ilə qədər olan bir dövrə əhatə edib, düzdür. Ölkəmiz nə ölkəsi idi? Aqrar ölkəsi idi. Burada zəif inkişaf etmiş sənayenin əsasını neft hasilatı, yeyinti və yüngül sənayesi təşkil edir, düzdürmü? Neftdi, yundu, ipəkdi, xalça, kürü ixrac edirdilər. İkinci mərhələ dedik neçənci illərə əhatə edir? 1900-1940 Yəni burada nə baş verdi? agrar sənaye ölkəsi oldu. Ölkəmiz, respublikamız aqrar sənaye ölkəsinə çevrildi. Biz neft maşın qarma məhsullarını daxili bazarı təmin etməklə yanaşı xarici ölkələrə nə edirdik? Satmağa başladıq. Bəs üçüncü mərhələmiz 1940-1990-cı illər. ay sağ ol. Burada nə baş verdi? Zavodlar, fabriklər tikilməyə başladı. Gəldədə nə zavodu tikilmişdi? Alüminium. Daşkəsəndə hansı idi? Saflaşdırma, Filistaflaşdırma, Sumqayıtda. su boru prokatı, Hı -hı. Bir də sintetik kauçuk zavodu. Mingəçevirdə su elektrik stansiyası və Bakıda da məişət, kondisionerlər və digər iri müəssisələrin eləmişdi, fəaliyyətə başlamışdı. Deyin görün mənə, əsrin müqaviləsi kooperasiya sazişi idi yoxsa yox? Kooperasiya sazişi idi. Düz nə zaman bağlamışdı əsrin müqaviləsi? 94-20 avqust, sentyabr. Ay sağ ol. Neçədən ölkə iştirak etmişdi? Dünyanın 20-yədək ölkəsi neft şirkətləri arasında bağlanan əsrin müqaviləsində iştirak etmişdi, düzdür? De görək burada hansı neft kəmərinin adını çəkə bilərsən? Bakı, Tiflis, Erzurum, Erzurum qaz kəməridir. Bakı, Tbilisi, Ceyhan, Bakı, Supsa, Bakı, Norilski. Bəs qaz kəmərlərindən? Bakı, Erzurum, Hı -hı. bu qaz kəməri idi. Bəli, Bakı, Tbilisi, bir də Qars. Tanap, bir də Tap. Bunlar hardan keçir bilirsən? Yox. Bayaq dedi axı qeyd eləmədin Nüker. Oran qeyd etmişdim. Hı -hı. Məsələn, Bakı, Tbilisi, Ceyhan. Azərbaycandan sonra hardan keçirdi? Türkiyədən. Gürcüstandan. Türkiyədən bir də Gürcüstandan, düzdür.
Bəs dedik ki, Bakı Novorovski Rusiyadan. Düzdür? Hı. Yəni Bakı Ceyhan, Bakı Novorovski, Bakı Subsa bizim nələrimiz idi? Qaz kəmərləri. Neft kəmərlərimiz. Neft. Bəli. Neftlə belə deyəcəksən ki, dəmir yolumuz da vardı. Məsələn, Bakı, Batum, deməli, dəmir yolu xəttimizdən danışa bilər. Sonra, başqa mənə deyin görüm. Azərbaycanda sən neft yataqları hansılar idi? Üç dənə əsas neft yatağımız vardı. Azəri, Günəşli, Çıraq. Əsas neft yataqlarımızdır. Düzdür? Sonra mənə nə deyə bilərsiniz? Dedik ki, alüminium necə metal idi? Yüngül. Əlvan. Yüngül, əlvan metal idi, düzdür. Və Azərbaycanın turizmindən danışa bilərsən? Azərbaycan turizm, rekreasiya ehtiyatlarına danışa bilərsən? Məsələn, nə kimi Azərbaycan turizm rekreasiya ehtiyatları var idi? Hı? Refleks ehtiyatlar nə idi? Rekreasiya, yəni belə deyim də, turistləri cəlb edən ərazilər rekreasiya ehtiyatları deyilə də. Turistlərin əsas cəlb edən amillər nələr idi? Məsəl üçün, Bakı iqtisadi rayonunda turistləri nə cəlb edirdi? İqlim, məsələn, Bilgəh vardı, Buzovna vardı, Pirşağı vardı, Mərdəkan vardı, Şüvəlan vardı. Bunlara nə inkişaf etmişdi? Kurort, Dəniz. turizm sahələri, düzdür? Hı. Sonra məsələn, Abşeron xızıdan nə danışa bilərsən? Balıq vardı. Nə vardı? Məsələn, turistlər, orada nələri daha çox turistlər cəlb edirdi? O da Xəzər sahil ərazi idi də. Hı. Sonra Quba Xaçmazdan bəs məsəl üçün turistləri cəlb edən hər hansısa bir ərazi vardı Quba Xaçmazda. Məsələn, Quba Xaçmazda Qalaltı turizm mərkəzini deyə bilərsən. Düzdür? Hı. Sonra başqa məsələn, Şəki Zaqatalada Zaqataladır, Şəkidir, Oğuzdur, Qaxdır, Qəbələdir. Bunlar nədir? Əsas turizm bazarları hesab olunur da. Düzdür, onların həm təbii landşaftına görə, həm tarixi abidələrinə görə. Sonra buradan nə keçirdi? Yevlax Balakən dəmir yolu keçirdi ərazisindən. Avtomobil yolları keçirdi. Sonra Dağlıq Şirvanda məsəl üçün turizm var idi səncə? Yağışıyor. Yunan dağ yüzeyləri. Orada Şamaxı və İsmayılı deyə bilərik. Turizm, rekreasiya ehtiyatları harda yüksək idi? Şamaxı və İsmayılıda. Düzdür? Sonra Bəli. ərazisindən Bakı, Şamaxı, Qazax, Bakı, Şamaxı, İsmayıllı, Balakən avtomobil yolları keçirdi. Düzdür? Sonra Gəncə Daşkəsəndə məsələn deyə bilərsən ki, Göygöl, Hacıkənd, Xoşbulaq, Naxçıvan kimi turizm mərkəzləri var idi. Sonra Qazax Tovuzdan bəs nə deyə bilərsən? Qazax Tovuz ərazisində. Təbiətə görə. Məsələn, onun ərazisindən nə keçirdi? Bakı Tbilisi, daha sonra Bakı Qazax avtomobil yolu keçirdi. Bakı Ceyhan, Bakı Subsa, sonra Tanap dedik, Bakı Ərzurum qaz kəmərləri keçirdi. Düzdür? Bəli. Ondan başqa, məsələn, Qarabağ iqtisadi rayonundan nələr deyə bilərsən? Məsələn, Qarabağda deyə bilərsən ki, quruculuq, abadlıq işləri həyata keçirilir. Düzdür? Bəli. Başqa nə deyə bilərsən? Məsələn, Şərqi Zəngəzurdan nə danışa bilərsən? Məsələn, Zəngilan haranla sərhəddə idi? İranla sərhəddə idi. Buradan ərazisindən keçirdi. Ələt Cufa dəmir yolu xətti keçirdi. Sonra gələk danışaq. Burada məsələn dağ landşaftı vardı, iqlimi vardı, mineral suları vardı Şərqi Zəngəzurda. Məsələn, Minkənd hardaydı? Laçında, İstisu Kəlbəcərdə, Turşusu Şirlan, İsa bulağı. Bunlar Qarabağ zonasındaydı da. Sonra məsəl üçün biz başqa nədən danışa bilərik? Mərkəzi arandan Mil Muğam o qədər də bilsin ki, turizm əhəmiyyətli ərazilərimizdən biri deyildi. Məsələn, Şirvan Salyandan nə danışa bilərsən? O da Xəzər sahili mövqeyi malikidir. Onun da ərazisindən keçirdi.
Bakı-Tbilisi, Bakı-Astara dəmir yolu, avtomobil yolu keçirdi. Düzdür? Sonra Lənkəran-Astara da turizm əhəmiyyətli ərazilərimizdən biri idi. Məsələn, Lənkəranda nə var idi? Beynəlxalq hava limanları vardı, dəniz limanı var idi, liman şəhərində. Sonra bunun ərazisindən Bakı-Astara avtomobil dedik, dəmir yolu keçirdi. Sonra Naxçıvanda İlan Dağ var dedik. Sırap kimi, Qanlı Göl, Baxabat kimi göllər var idi. Sonra Duzdağ Santoriyası vardı. Yəni bunları təkərləməyiz lazımdır. Məsələn, Naxçıvanda nə var idi? Beynəlxalq hava limanı var idi. Sonra Cufa burada nə idi? Əsas nəqliyyat qovşağı idi. Yəni bunları təkrar eləsəz yaxşı olar. Yaxşımı? Yəni çünki bunlar turizmlə bağlı olan məlumatlarımızdır əsas. Bir dənə bura baxın. Yəni Azərbaycan dedik ki, necə gəlirli ölkə hesab olundu? Orta yüksək. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələr qrupuna aid olduğu bir də. Düzdür? Hı. Demografiya nə idi? Demografiya elmi nə öyrənirdi? Əhalinin sayını, Əhalinin sayını, cinsini, yaşını, yəni əhali haqqında məlumatları öyrənən bir elm idi. Düzdür. Sonra mən də görüm. Mərhələlərimizdən danışdıq onsuz da bildik birinci mərhələdə nə olub, ikinci. Dedik ki, əsrin müqaviləsi kooperativ sazişinə aiddir. hə, Sonra mən də görüm. Bakı Supsa, Bakı Tbilisi, Ceyhan, Bakı Tbilisi, Erzurum, Tanap və Tap hansı iqtisadi rayonlardan keçirdi? Bunlar hansı iqtisadi rayonlardan keçir? Hı? Dedik Bakıdan, Qarabağ, Zəngəzur müəllimə. Bakıdan, Abşeron Xızıdan, Şirvan Salyandan, Mərkəzi Arandan, sonra Gəncə Daşkəsəndən, Qazax Tovuzdan. Düzdür, bura ərazidən keçirdi uşaqlar. Aha. Sonra gələk digərinə. Bəs dedik Bakı Novovisklardan keçdi. Rusiyadan, Rusiyadan, Rusiyanın Norilsk limanına çatır. Dedik ki, Bakıdan, Abşeron Xızıdan, bir də Quba Xaçmazdan. Düzdür. Sonra gələk burada görün nə vardı. Strateji yol xəritəsini onsuz da bildiniz. Gələk digərinə süd sənaye haqqında məlumatımız sizə məncə aydın oldu. Turizmin növlərini bilməlisiniz. Uşaqlar, miqrasiya nədir bəs? hardan sarısı köçürülmək. Neçə yerə bölünürdü? 2. Hansılar idi? İmmiqrasiya, emiqrasiya. Mənaları nə idi? Emiqrasiya ölkədən gedənlər, immiqrasiya gələnlər. Ay, sağ ol. Hansı inkişaf etmiş ölkələrdə hansı idi? Gələn emiqrasiya. Gələn Emiqrasiya. im. Yox, im olar, im. Düzdür. Sonra mən deyin görüm. Dedik ki, turizmin formaları vardı. Məsəl üçün, Kurort sanatoriyası vardı, şəhər gəzintisi vardı, dağ xizək turizmi var, tarixi abidələr var, sonra safari macərası turizmi var, çimərlik dəniz gəzinti turizmi var. Məsəl üçün, bunlar haqqında biz deyə bilərik ki, bunlar nələrdir? Turizmin əsas formaları hesab olunur. Düzdür? Deyin görün mənəm. Burada xidmət sahələri bir sıra dedik ki, turizmlə birbaşa əlaqədardır. Məsələn, xidmət sahələrinə nələrə aiddir? Xidmət sahələrinə. Məsələn, istirahət edənlərin daşınması, yerləşdirilməsi, qidalanması, onlar üçün əyləncələrin təşkil edilməsi, ekskursiya turlarının, mehmanxanalar, hədiyyə istehsalları, bunlar nədir? Xidmət sahələri də turistlər üçün. Dedik ki, bəs turizm baxımından ölkələr neçə yerə bölündü? 2 yerə. Biri turist göndərən, bir də turist qəbul edən ölkələr.
Dünyada ən çox turist qəbul edən ölkələr hansılar idi? İspaniya, Fransa, İtaliya, Yunanistan, Türkiyə, İngiltərə, İsveç, düzdür Avstriya, Meksika, Kanada, ABŞ, Almaniya, Çin, Yaponiya bunlar nə edirlər? Ən çox turist qəbul edən ölkələr idilər. Bəs ən çox turist göndərən ölkələrimiz hansılar dedik? İnkişaf etmiş ölkələr idi. Ən çox turist göndərən. Rusiya, Ukrayna, İran körfəzinin varlı ərəb ölkələri də ən çox turist göndərən ölkələr idi. Bəs mənə deyin görüm. Nepalda, məsəl üçün, Efiopiyada, Somalidə, Meksikada turizm imkanları böyük olsa da, bu ölkələrdə niyə inkişaf etməmişdi turizm sahəsi? Çünki İqtisadi sabitlik yox. bəli, siyasi sabitlik, can güvənliyin olmaması bu sahənin inkişafına mane olurdu. Turizmin başlıca formalara dedik ki, hansılar idi? Tibbi və kurort sanatoriya turizm vardı, şəhər gəzintisi vardı, dağ xizəyi idi, tarixi abidələr idi, çimərlik dəniz gəzintisi dedik, safari macərası, dini turizm hardaydı? Məsəl üçün, Səudi Ərəbistanda, İranda, İraqda, sonra ticarət turizmi var idi. Bunlar turizmin formaları idi. Deməli, dəniz, günəş, qumu əks etdirən SS turizmini danışdıq dedik. Bu hazırda turizmin inkişaf istiqamətləri dedik ki, məsələn, el turizmindən danışdıq. Milli adətlər, peyəzə, asudə vaxtlar əks etdirənlər var idi. Deməli, landşaft və iqlim şəraitinə görə turizm sahələrindən danışdıq. Məsəl üçün, dağ landşaft turizmi Azərbaycanda hardaydı? Dağ landşaft turizmi. Qusarda, Qubada, Şamaxı, İsmayılı, Qəbələ, Qax, Zaqatala, Lerik. Bəs çimərlik turizmi Azərbaycanda hardaydı uşaqlar? Nabran, Yalama, Giləzi, Zabrat, Şıx, Mərdəkan, Bilgə, Buzovna. Düzdür? Bəs tarixi abidələrimizdən hansını deyirsə? Bakıda hansı tarixi abidələrimiz vardı? Hə, Ülkər? Qızası, Qız Qalası, İçər, sonra Eliçər şəhər özü, Şəhər, Şirvanşahlar sarayı, düzdür. Bəs Şəkidə Xan sarayı, Şirvan sarayı, Gələrsən, Görərsən qalası, Alban məbədi, düzdür. Bundan başqa Şamaxıda, Şuşada, Gəncədə, Zaqatala, Naxçıvan kimi ərazilərdə bizim tarixi memarlıq abidələrimiz var idi. Məsələn, Naftalanda dedik ki, Naftalan və Qalaltı. Qalaltı hansı rayondaydı? Sanatoriya turizm mərkəzimiz vardı Naftalanda. Naftalanda nə idi uşaqlar? Yanmayan neft idi, müalicəvi əhəmiyyətli. Bəs Qalaltı hardaydı? Siyəzəndə, düzdür. Sonra Mərdəkan, Bilgə, İstisu hardaydı bəs? İstisu. Kəlbəcərdə demişdik də, düzdür. Xaltan hardaydı? Xaltan, Xaşı, Çimi. Quba ərazisində dedik. Bəs Duzda, Naxçıvan ərazisində dedik. Yəni, hazırda Respublikamızda 300-dən çox turizm şirkəti var və onların dedik ki, 35% gəlmə və daxili, 65% isə getmə turizmi ilə illər məşğul olurlar. Demək, İspaniyada hansı çimərlik vardı məşhur? Menorka çimərliyi var. Məsələn, Kenyada safari turizmi vardı. Sonra İsveçrənin Alp dağlarında Şermat Krot şəhərinin haqqı danışa bilərik. Başqa, yəni biz bilirik ki, turizm inkişaf etməsi üçün əsas nələr olmalıdır? Hansı məqamlar olmalıdır? Siyasi sabitlik olmalıdır. Güclü iqtisadiyyat olmalıdır. Yüksək xidmət olmalıdır. Milli adət-ənənələr olmalıdır. Düzdür? Yəni turizm haqqında əsas öyrənəcəyiniz məlumatlar bunlardır. Yəni burada düzdür, kitabda çox məlumat verməyib, amma Azərbaycanda turizmini öyrənməlisiniz. Sualınız var uşaqlar? Xeyr. Yoxsa onda dərsimizi yekunlaşdıralım. Yaxşı? Oldu, sağ olun, hələlik. Sağ olun. Sağ olun.